Məşəd Oruç, yaxşı budur ki, sən bu məktubu ucadan oxu, qoy camaat özü eşitsin. Düz. Ali, oradan oturacaq ver tez. Vallahi, laf məhəl qalmışam, Məşəd Oruç, vallahi. Ay afer, tez ol. Məşədi buyur, bu da kürsü. Ya Allah. Hacamat, kulak asın, kulak asın. Qardaşım Məşəd Oruç, mən və məndən savay 114 nəfər qəbirdən rişət edib dübavra bu dünyaya gələnlər gərək 40 gün tamam ziyarətə məşğul olaq və inşallah 40 gündən sonra gəlirəm vətənə. Gedeyim Yox, zəhmətə. mübahisə lazım deyil, Məşəd Oruç. Sən hələlik eşeğe qulluq elə, mən də Hacıgildə biraz dincələndən sonra sizə də təşrif gətirərəm. Sakit olun, sakit olun. Allah bahisin evini yıxsın. İndi mən qardaşım Kəblə Fəthullanı necə başa salacağım ki, şeyxin bizə gəlməməyinə mən təqsirkar deyirəm. Eşşey təqsirkardır. Şeyxana izin verin çay gətirsinlər. Şeyx həzrətləri, bəlkə tamam buyurasız, yaxşı cücə plovumuz var. O demirə bir vaxtı mənə ziştaxo yetağam, nə başət? Necə cicə plov? Necə taham? Şeyx Əhməd, mənə hara gətirmirsən? Bunlar necə müsəlmandırlar? Məyər bunlara deməmsən ki, mənim yediyim gündə bir xurmadır? Necə yani deməmişəm şeyxana, demişəm. Bu nədir? Vələ düzünə!